Salam dəyərli şagirdlər, bu gün biz 8-ci sinif kimya dərsliyində 5.2 oksidlər mövzusunu başlığı altındakı sualların izahına birgə baxacağıq. Əvvəlcə öyrəndilərin tətbiq yerinə baxaq. pH3 maddəsinin yanmasından difosfor pentaoksid və su alınır. Reaksiyanın tənliyini tərtib edin. pH3 fossil maddəsidir uşaqlar. Onun yanmasından, yəni oksigenli reaksiyasından alınır difosfor P2 penta O5 üzərinə gəlinsin su. Reaksiya tənliyini əmsallaşdırsaq, biz görürük ki, sağ tərəfdə fosforun indeksində 2 var. Buna görə də pH3-ün qarşısına 2-ni qeyd edirəm. Sol tərəfdə 6 hidrogen olduğuna görə sağ tərəfdə suyun qarşısına 3-ü yazsam olacaq 6 hidrogen. Oksigenlərə baxsaq, 5 oksigen burada var, 3 oksigen də burada olduğu üçün cəmi olacaq 8 oksigen. Buna görə də sol tərəfdə də oksigenin qarşısına 4-ü yazsaq, reaksiya tənliyimiz əmsallaşmış olacaq. İkinci suala baxaq. Litium 2O, krom 2O3 və s. kimi bu maddələrin oksidlərini adlandırın. Gəlin adlandıraq uşaqlar. Bizə birinci verib litium 2O. Buna keçməmişdən qabaq uşaqlar, əvvəlcə sizə sabit valentli metalları və qeyri-metalları xatırladaq. Hidrogen, litium, natrium, kalium, rubidium, sezyum, fransiyum, flor. Bunların hər biri uşaqlar sabit bir valentli metal və qeyri-metallardır. Təbii ki, burada hidrogen və flor qeyri-metaldır, qalanları isə metaldır. İki valentlilərə baxsaq, oksigen, berilyum, magnezyum, kalsiyum, stronsiyum, baryum, sink. Nə olacaq uşaqlar? Sabit 2 valentli metal və qeyri-metallar olacaq. Burada oksigen qeyri-metaldır, digərləri isə nədir uşaqlar? Metallar olacaq. 3 valentliyə baxsaq, alüminium sabit 3 valentli metaldır, bor isə sabit 3 valentli qeyri-metaldır. Karbon isə nə olacaq uşaqlar? 4 valentli qeyri-metal olacaq. İndi bizdən litium 2O-nu adlandırmamızı istəyir. Litium sabit bir valentli metal olduğu üçün biz onu adlandırarkən sadəcə metalın adını deyəcəyik. Yəni litium. Daha sonra isə oksid olaraq qeyd edəcəyik. İndi xrom 2O3-ə baxaq. Xrom sabit valentli metal deyil uşaqlar. Buna görə də biz onu adlandırarkən oksigenin valentliyindən istifadə edəcəyik. Oksigeni biz qeyd elədik ki, sabit 2 valentlidir. Sadəcə oksigen istisna olaraq CO-da 3 valentli olur. Yəni CO-da, burada da istəyirsiniz bunu qeyd edeyim, oksigen 3 valentli olur. Oksigen 2 valentli olduğu üçün xromun valentliyini tapanda 2-ni oksigen indeksindəki 3-ə vurub xromun indeksindəki rəqəmə bölsək, biz xromun valentliyini tapmış olarıq. Və yaxud da uşaqlar, çarpazlama şərtindən istifadə edərək də xromun valentliyini tapa bilərsiniz. Bu o deməkdir ki, oksigen özü 2 valentliymiş ki, xromun indeksinə 2 düşüb, xrom özü 3 valentliymiş ki, oksigen indeksinə 3 düşüb. Buradan da adlandıranda olacaq xrom 3 oksid. Daha sonra bizə verib kuprum 2O. Bunu adlandırsaq, eyni çarpazlama şərtindən istifadə edərək, oksigen 2 valentliymiş ki, misin ayağına 2 düşüb, kuprum 1 valentliymiş ki, oksigen ayağına sadəcə 1 düşüb. Deməli, bizim adlandırmamız olacaq mis 1 oksid. Digərinə baxaq. H2O-nu verib. Artıq qeyri-metaldır. Qeyri-metalları adlandırarkən nə edirdik uşaqlar? Biz Yunan saylarından istifadə edirdik. 2 var. 2-ni di şəklində qeyd edirik. Di, hidrogen. Bir dənə oksigen var. Mono, oksid. NO-ya baxaq.
NO necə adlanır uşaqlar? Baxın, biz dərsin içində gördük ki, qeyri-metal birinci şəkildə olanda, birinci yerdə duranda biz Yunan sayından istifadə eləmirik. Yəni, bu olacaq sadəcə azot. Amma ikinci yerdə duranda bir də oksigen olduğu üçün olacaq monooksid. Ondan sonra N2, yox, bir dəqiqə tələsməyim, N2O3 verilib bizə. Artıq bunu adlandıranda görürük ki, azotun sayı 2-dir. Yəni, D, azot, oksigenin sayı 3-dür, tri, oksid. Ondan sonra bizə verib NO2, NO2. Bunu adlandırarkən neyini idi uşaqlar? Birinci, eyni buradakı kimi. Birinci qeyri-metal gəldiyi üçün azot, dioksid. Oksigen sayı 2 olduğuna görə dioksid şəklində qeyd elədik. Daha sonra bizə verib N2O5. 2 dənə azot var, diazot. 5 dənə oksigen var, pentaoksid. Ondan sonra bizə verib silisyum. O2 verib. Silisyum təkdir. Birinci gəlib. Buna görə də olacaq silisyum. Hər hansısa bir Yunan sayından istifadə etməyə ehtiyac yoxdur. Silisium. Oksigen isə 2 dənədir. Deməli, dioksid olacaq. Ondan sonra bizə verib CO2. Karbon. Birinci gəlib. Yunan sayından istifadə etməyimizə ehtiyac yoxdur. Oksigen 2 dənədir. Dioksid. Ondan sonra bizə verib SO3. Kükürt. Birinci gəlib, qeyri-metaldır. Yunan sayına ehtiyac yoxdur. Oksigen 3 dənədir. Olacaq trioksid. Daha sonra sonuncuya da baxaq. Xlor 2 dənədir. Dixlor. 7 dənə də oksigen var. 7 nə idi biz uşaqlar? Heptaydı. Yəni heptaoksid. Bu qədər. Ümid edirəm ki, aydın oldu uşaqlar. Üçüncü suala baxaq. Metanın natamam yanmasından karbon qazı deyil, dəm qazı əmələ gələrsə, bu reaksiya tənliyini tərtib edin. Gəlin yazaq uşaqlar. Bizə metanın, yəni CH4-ün natamam yanması oksigenlə reaksiyası nəticəsində karbon qazı deyil, dəm qazı, yəni CO üzərinə gəlinsin, su. Bu reaksiya tənliyini əmsallaşdırmamızı istəyir. Baxsaq uşaqlar, biz nə görürük? Baxsam, görürəm ki, bir oksigen burada var, H2O varsa, içini açsaq hələlik suyun qarşısına 4 dənə hidrogen olacaq, 2 dənə oksigen burada, 3 dənə, 1 dənə də oksigen, 3 dənə oksigen olduğu üçün 1 onda 5 olur. Buna görə də gəlin hər tərəfi 2-ə vuraq. Yəni, 4 yazdım bura. 8 hidrogen oldu. CH4-ün qabağına 2-ni yazdım. 8 hidrogen oldu, 2 karbon oldu. Sağ tərəfdə də CO-nun qarşısında 2 dənə yazdım. Oldu 2 karbon. Oksigenləri hesablasaq, 2 oksigen burada, 4 oksigen burada, 6 oksigen olur. Sol tərəfdə də oksigenin qabağına 3 yazsaq, olacaq 6 oksigen. Bununla da biz reaksiya tənliyimizi əmsallaşdırmış olduq. Öyrəndilər, yoxlayına baxaq. NH3, SO2, kalium NO3, natrium 2O maddələrindən hansılar oksiddir? Cavabımızı əsaslandırın. Uşaqlar, biz oksidlər nə dedik? Oksidlər oksigen və digər elementdən ibarət olan kimyəvi birləşmələrdir. Biz görürük ki, NH3-də ümumiyyətlə oksigen yoxdur. Oksigen olmadığı üçün biz bunu oksid olaraq qeyd edə bilmərik. SO2 bir qeyri-metaldır və oksigendən ibarətdir. Deməli, elə SO2 oksid olacaq. Kalium NO3 uşaqlar, biz görürük ki, kalium
azot və oksigen elementi var. 3 elementdən ibarətdir. 3 elementdən ibarət olduğu üçün biz bunlar oksidlər yox, gələcək mövzularda keçəcəyik ki, bu duzlardır. Yəni kalium NO3-də biz oksid olaraq qeyd edə bilmərik. Natrium 2O bir metaldan və oksigenden ibarətdir. Deməli, natrium 2O da bizə nədir? Oksid olacaq. Ondan sonra keçək ikinci suala. Kalsium, alüminium, kükürt və hidrogenin yanma reaksiyalarının tənliklərini tərtib edin. Gəlin tərtib eləyək uşaqlar. Bizə verib kalsium. Oksigenlə reaksiyaya daxil olanda alınır kalsium O. Niyə? Çünki kalsium da 2 valentlidir, oksigen də 2 valentlidir. Hər hansısa bir indeksə rəqəm yazmaq ehtiyac yoxdur. Alüminium oksigenlə reaksiyaya daxil olur. Alınır. Alüminium O şəklində yazdım. Oksigen 2 valentlidir. Alüminium 3 valentlidir. Çarpazlama şərtini istifadə eləsəm, alüminium 2 olacaq. Alüminiumun üzərindəki valentli isə oksigenin indeksinə düşəcək olacaq alüminium 2O3 şəklində. Daha sonra kükürt verib, kükürt üzərinə gəlsin oksigen alınacaq SO2 şəklində. Hidrogen üzərinə gəlsin oksigen alınacaq nə uşaqlar? Elə H2O şəklində. Bu da suyu əmələ gətirəcək. Üçüncü suala baxaq. Metal oksidlərini adlandırın. Gəlin adlandıraq uşaqlar. Bizə verib ferium 2O3. Burada qeyd eləsək uşaqlar. Biz nə dedik? Dedik ki, çarpazlama şərtinə görə oksigenin ikisi gəlib düşüb dəmirin ayağına, dəmirin üçü də gəlib düşüb oksigenin ayağına. Deməli, dəmir nədir? 3 valentlidir. Dəmir 3 valentli olduğu üçün biz onu ilə qeyd eləyəcəyik. Dəmir 3 oksid. Bu qədər. Ondan sonra xrom O veribdi bizə. Xrom 2 valentliymiş ki və yaxud da oksigen də 2 valentliymiş ki uşaqlar. 2 gəlib düşüb bura, 2 gəlib düşüb bura. Yenə də 2'lər ixtisar getdiyi üçün xrom O şəklində qalıb. Buna görə də elə bizdən xromun valentliyi necə olacaq? Xrom 2 oksid. Kalium sabit bir valentli metaldır uşaqlar. Burada hər hansı bir valentli deməmizə ehtiyac yoxdur. Buna görə də elə bunun adlandırması kalium oksid olacaq. D variantına baxaq. Oksigen 2 valentlidir. Mis də 2 valentlidir ki, bu düşüb oksigenin indeksinə olub 2. Oksigenin indeksində, oksigenin valentliyi də misin indeksinə düşüb olub 2. 2'lər də ixtisar gedəndən sonra qalıb kuprum O. Yəni mis 2 oksid olacaq. Misin də valentliyi oldu 2. Y variantında magnezyum sabit 2 valentli metaldır. Sabit valentli metallarda bizim hər hansı bir rəqəm deməyimizə ehtiyac yoxdur. Sadəcə metalın adını yazırıq. Magnezyum oksid. Bu qədər. Dördüncü sualda baxaq. Oksidlərin formulunu tərtib edin. Gəlin tərtib eləyək uşaqlar. Bizə verilib alüminium oksid. Alüminium yazıram. Oksigeni yazıram. Oksigen 2 valentlidir. Alüminium 3 valentlidir. Çarpazlama şərtinə görə 2 gəldi alüminiumun indeksinə düşdü. 3 də gəldi düşdü oksigen indeksinə oldu alüminium 2O şəklində. B variantında yazıb civə oksid. 2 oksid. Civə oksigen yazdım. Qeyd eləsək. Oksigen 2 valentli. Cibəyə də bizə 2 yazıbdı, yəni 2 valentli. 2 gəldi bura düşdü, 2 gəldi bura düşdü uşaqlar. 2'lər də ixtisar gedəndən sonra elə nə qalacaq? Cibə O şəklində qalacaq. Bu qədər. C variantına baxaq. Mis oksid. Mis bir oksid dediyinə görə misin valentliyini verib 1. Oksigen də valentliyi 2'dir. Çarpazlama şərtinə istifadə eləsəm 2 gəldi düşdü misin ayağına. Bu da oldu. Bir də gəlib düşəndə artıq 1 yazmamıza ehtiyac qalmadığı üçün olacaq kuprum 2O şəklində. Daha sonra sink oksid verib, sink O yazıb, oksigen 2 valentlidir, sink 2 valentlidir. 2'lər ixtisar getdiyi üçün artıq sink O şəklində qalacaq. Baxaq. Y variantına. D azot. Azot D dediyinə görə uşaqlar 2'ni yazdım azotun indeksinə. Trioksiddir. Oksigen tri olduğu üçün 3 də oksigen ayağına yazdıq.
Daha sonra F-ə baxıram. Kükürt. Dioksid, oksigen. Oksigen de di olduğu üçün 2-ni qeyd elədik. Sonuncuya da, yox, bir ikisi qalıb. C-yə də baxıram. Azot. Monooksid dediyinə görə oksigen də bir dənədir. Buna görə də elə NO şəklində olacaq. H-a da baxsaq. Karbon. C. Dioksid, oksigen və oksigen də di dediyi üçün indeksində olacaq CO2 şəklində. Bu qədər. Ümid edirəm, izahım aydın oldu. Aydın olmayan hissələri rəy bölməsində qeyd eləməyi unutmayın. Kanala dəstək olmaq üçün videonu bəyənməyi, şərh yazmağı, videonu paylaşmağı və abunə olmağı unutmayın. Gələcək mövzudan izahında görüşənə qədər.